Quran-ı Kərimdən sizə bu gecə çox gözəl bir ayəni tilavət eləyirəm. Ayəni inşallah həm oxuyaq, həm hifz eləyək, yadımızda saxlayaq, həm ayəyə əməl edək, həm də ayəni başqalarına öyrədək. Amma hər şeydən çox ayəyə iman gətirək. Qur'anın hər bir ayəsi gözəldir. Bu ayə isə bir başqadır. Allah buyurur: "Əuzu billahi mineşşeytanirracim. Əleyhisallahu bikafin abdah." Allah bəndəsinə kifayət deyilmi? Allah bəndəsinə kifayətdir. Quran ayəsinə baxın. Əleyhisallahu bikafin abdah. Allah bəndəsinə kifayət deyil. Və yuxavvifunəkə billezine min dunih. Əksərən ayənin əvvəl hissəsini çox adam bilir, ardını oxumur. Amma ardı da çox gözəldir, arxası da çox gözəldir. Davamında buyurur ki: "Və yuxavvifunəkə", səni qorxutmağa çalışırlar. "Billezine min dunih." Bir var insanı Allahla qorxuda, deyə ki Allah var, qiyamət günü var, haqq hesab var. Allahı yada sal. Yox, Allahla qorxutmurlar. Filan kəslərlə qorxudurlar, behman kəslərlə qorxudurlar. Ona görə ayənin əvvəlində görürsən necə gözəl deyilir. Allah bəndəsinə kifayət deyilmi? Allah bizə bəs eləyər, əgər mömin olsa. Ayənin davamı buyurur ki: "Və-men yudlilillahu fəmə lehu min had." Bir adam aza, Allah da nəzərin ondan çəkər. O adamı heç kəs hidayət eləyə bilməz.